Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində şəhərlər üçün izahlı lüğətin təqdimat mərasimi keçirilib. Lüğətin hazırlanmasında əsas məqsəd şəhərsalma üzrə qlobal müzakirələri formalaşdıran əsas şəhərsalma anlayışları haqqında aydın və sistemli təsəvvür yaratmaqdır. Şəhərsalma terminlərinin izahlı lüğəti dayanıqlı şəhərsalma, BMT-nin dayanıqlı inkişaf gündəliyi, şəhərlər, yaşayış məskənləri üzrə geniş diskurs zamanı istifadə olunan əsas terminlərin sistemli izahından ibarətdir. Şəhərsalma terminlərinin izahlı lüğəti praktiki istinad mənbəyi kimi nəzərdə tutulub. Kitabın tərtibatçılarından biri Şücaət Əhmədzadə lüğətin hazırlanmasında əsas məqsədin şəhərsalma üzrə qlobal müzakirələri formalaşdıran əsas şəhərsalma anlayışları haqqında aydın və sistemli təsəvvürün yaratmaq olduğunu deyib. Öz növbəsində təqdimat mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdürü Ramil Cahangirov bildirib ki, lüğətin hazırlanması dəyərli bir təşəbbüsdür. Qeyd edək ki, Nəşr Şəhərsalma Komitəsi və Arxitektura Komitəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun alimləri tərəfindən rəy və ekspertiza baxımından qiymətləndirilib. Təqdimat mərasimində həmçinin çıxışçılar yeni lüğətlə bağlı fikirlərini səsləndiriblər. Yekunda tədbir iştirakçılarına yeni lüğət hədiyyə edilib.